Bu videoya ölümün altında həyat başlığı qoydum. Dəhşətli görüntülərdir. Hər vaxtınız xeyir olsun, paylaşın videonu. Abşeron rayonu Qobu qəsəbəsindəndir bu görüntülər. Yüksək gərginlikli xətlərin altında və yaxınlığında evlər tikilib. Evlərin nə vaxt tikildiyi hələ məlum deyil. Həqiqətən də dəhşətli mənzərədir, qan donduran mənzərədir. İnsanların sağlamlığı dəhşətdir. Yəni illər sonra hansı xəstəliklər yaranacaq, bax bu buranı alan sakinlərdə onu bir Allah bilir. Xatırlayırsınızsa, Xırdalan şəhərində də buna oxşar hal baş vermişdi. Makler yüksək gərginlikli xətlərin altında bir evi satışa çıxartmışdı. Ən dəhşətlisi isə həmin qurğunun özünün torpağının da satıldığı məlum oldu. Hətta çıxarışı da vardı o evin. İcra hakimiyyəti ilə danışdım Abşeronun. Dedilər ki, həmin tikililər 15-20 il bundan əvvəl tikilib. Yəni xəbərimiz yoxdur. Bu qədər obyekt tikilir. Bəs onlar necə tikilir?